Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı və reyestri sistemində rəqəmsal transformasiya prosesi genişləndirilir. Bunu İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətinin tabeliyində fəaliyyət göstərən daşınmaz əmlakın dövlət kadastrı və reyestrinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə həsr olunmuş mətbuat konfransında dedi. Onun sözlərinə görə həyata keçirilən islahatlar daşınmaz əmlakın qeydiyyatı və idarə olunması proseslərinin daha çevik, şəffaf və əlçatan olmasına yönəldilib. Biz bugün tələblərinə cavab verək deyə əslində elektronlaşma üzrə də xeyli sayda layihələr həyata keçirmişik. Birinci növbədə bu dövlət xidmətlərinin elektron reyestrinə aparılması layihəsi var. Bu layihələr 2014-cü ildən var. Bu sistemə biz 53 adda dövlət xidmətimizi yerləşdirmişik. İkinci əsas istiqamət dövlət xidmətlərinin tam elektronlaşdırılmasıdır. Yəni biz göstərmiş olduğumuz bütün xidmətləri istənilən mərhələsindən, yəni sənəd verilməsindən, yekunda sənədlər, hazır sənədlərin təqdim olunmasına qədər olan bütün proseslərin elektronlaşdırılmasıdır əsas hədəfimiz. Hal-hazırda biz 9 sayda elektron xidməti, yeni elektron xidməti tam olaraq elektronlaşdırılmasını həyata keçirmişik. Nigar Alimova həmçinin bildirdi ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsində elektron xidmətlərin sayı artırılıb. 4 elektron sənəd bildiriş formasında tamamilə elektrona keçirir. Bu arxiv arayışlarının başqa sözlə e-arayışın verilməsidir. İkincisi, arxiv sənədlərinin təsdiq edilmiş surətinin yeni elektron qaydada təqdim edilməsidir. Daha sonra koordinatların naturada müəyyən edilməsi ilə bağlı e-bildirişidir və dayandırma bildirişidir. Biz bu dayandırma ilə bağlı əslində çoxlu suallarımız olurdu. Artıq dayandırma ilə bağlı da məlumatlandırma elektron qaydada həyata keçirilir. İllər üzrə qrafika baxsaq, elektronlaşdırdığımız xidmət sayıları 2019-dan bugünə qədər 5-dən artıq 41-ə çatdırılıb. Elektronlaşma özlüyündə tək bir qurumun həyata keçirəcəyi sözsüz ki, məsələ deyil. Elektronlaşma elektron hökumətin ən önəmli parçası ondan ibarətdir ki, bu elementin bütün halqalarında iştirak edən dövlət qurumları, biznes, həmçinin vətəndaşlar bu digitallaşmaya maraqlı olsunlar. Və bu sözsüz ki, dövlət qurumları tərəfindən baxırıqsa, burada inteqrasiyadan söhbət gedir. Biz mümkün qədər artıq bugünə 30-dan çox dövlət qurumu ilə elektron qaydada sənəd mübadiləsini həyata keçiririk. Ölkəmizdə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin fəaliyyətinə metodiki nəzarətin gücləndirilməsi də nəzərdə tutulur. Qurum bələdiyyələrə birbaşa inzibati müdaxilə etməyəcək. Lakin metodiki nəzarət və tövsiyə mexanizmləri vasitəsilə torpaq idarəçiliyində vahid yanaşmanın formalaşdırılmasına çalışacaq. Həmdə ölkədə təsbit olunmuş ilk mülkiyyət növündən əsas mülkiyyətçilərdən biri də bələdiyyələrdir. Biz bələdiyyələrə nəzarət edən orqan deyilik, təəssüf ki, bələdiyyələrə nəzarət həyata keçirir ayrı. İcra hakimiyyəti strukturları onların metodiki, daha doğrusu nəzarət deyil də onların metodiki tövsiyələrin verilməsi ilə bağlı. Amma bizə bələdiyyə torpaqlarının qeydiyyatı ilə bağlı regionlarda hər hansı bir problem qarşılaşmır. Və bəlkə əslində mən bayaq qeyd elədiyim portal bu problemlərin də həllində töhfə verəcək ki, mütləq. Həm arayışların alınması artıq elektron qaydada olacaq, həm biz bələdiyyələrin inteqrasiyası nəzərdə tutmuşuq bu sistemə. Yəni, məndə görsənmir, arxivdən get götür, yaxud arxivdə görsənmir, məndə var deyə bir məsələlər. Nəinki bu iki qurum, ümumiyyətlə torpağa, belə deyək, torpaq ayırma səlahiyyəti olan bu icra hakimiyyəti strukturları da ola bilər. Köhnə 2001-ə qədər onların da torpaq ayırma səlahiyyəti var idi. Onlar da artıq bütün
torpaqarma ilə bağlı vermiş olduqları sərəncamları, bələdiyyə qərarlarını bu portala inteqrasiya eləməli olacaqlar. Qeyd edək ki, 2024-cü illə müqayisədə 2025-ci ildə mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatında artım dinamikası qeydə alınıb. Ötən il əmlakların 364.136 ədədi dövlət qeydiyyatına alınıb. Mənzillər üzrə 92.888, qeyri-yaşayış obyektləri üzrə 12.122 fərdi yaşayış və bağ evləri üzrə isə 71.688 qeydiyyat baş tutub. Bununla belə konfrans çərçivəsində bildirildi ki, Azərbaycanda fərdi yaşayış evləri üzrə sənədsiz tikililərin sayı ən azı 10 dəfə çoxdur. Azərbaycanda təqribən 400-500 min civarında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili var. Aparılacaq sistemli uçot və intervallaşdırma tədbirləri sənədsiz tikililərin hüquqi statusunun müəyyənləşdirilməsinə və daşınmaz əmlakın qeydiyyatının daha dəqiq aparılmasına imkan verəcək.